Mən cənab prezident İlham Əliyevin həyatını araşdırmışam, ciddi şəkildə təqib eləyirdim və oxumuşam. Və ciddi bir success story'dir, möhtəşəm bir success story'dir. Azərbaycanda biznes daha çox əlaqədir, yoxsa bacarıq və day-day sistemi olmasa uğur qazanmaq mümkündürmü? Sən əhatəni özün üçün daydaya çevirə bilərsənsə, bu sənin bacarığındır yenə. Nə vaxt bəs başa düşdünüz ki, artıq mən biznesmenəm? Hələ başa düşməmişəm onu. Yüzlərlə Azərbaycanda insan var ki, əllərində 100 minlərlə pulları var, amma dindirəndə deyirlər ki, yaxşı iş yoxdur ki, pul yatırım. Adi sədərək ticarət bazarının, insanların 50%-nə bu şərait yaradılsa, onlar, yəni Avropanın bəlkə də bir çox ölkələrində ən müvəffəq iş adamı və ya tacirlərə çevrilə bilərlər. Bir müddətdə özünüz də hansısa bir korporativ sahədə, maaşlı işlərdə çalışmısınız. Bəs necə oldu ki, artıq fərdi fəaliyyət göstərməyə, biznes qurmağa başladınız? Mən işimi özüm şəxsən bir qəpik yatırmadan qurmuşam. Heç olub ki, ara sıra deyirsiniz ki, mən 9-6 işə qayıtmaq istəyirəm. Get bir dənə şirkətdə işlə, bir dənə yerdə işləyirsən, sənin nəyinə lazımdır? Bunun vergisi var, bunun sənəd sünədi var, idarə edilməsi var. Bu cümlələrə, bu fikirlərə qulaqlarını yumsunlar. Salam, mən Hüseyin Nayın təqdimatında üzləşməyə baxsın. Bugünkü qonağım biznesmen. Salam, xoş gəlmişsiniz. Salam, xoş gəlirsən. Necəsiz? Sağ olun, siz necəsiz? Təşəkkürlər. Özünüzü qısaca təqdim edin. Özüm qısaca Xəyal Rəhimov, Montində doğulub böyümüşəm 1979-cu ildə. Bakılı sayıla bilmərəm, çünki əslimiz Qaxtandır. Bu qədər. Biznesmen kimdir və biznesmen olmağın bir düsturu varmı? Və biznesmen anlayışı bizim coğrafiyamızda digər coğrafyalarla nəzərən hansı dəyişikliklərə uğrayır? Yəni, coğrafiya burada rol oynayırmı? Coğrafiya bir mənalı olaraq rol oynayır, çünki coğrafiya tarix boyu ticarətin formalaşmasında rol oynayıb. Məsələn, bugün Hacıqabul salınmış olmasaydı, hansısa bir şəxsə desəydi ki, get Hacıqabulda məskunlaş, məskən sal, getməzdi. Amma Hacıqabul ticarət karvanlarının üzərində olub. Yəni, coğrafiyanın birbaşa təzahürüdür və təsiridir. Biznesmen kimdir? Biznesmen məşğul adam. Məşğul adam, yəni həm hərfi, həm də məna tərcüməsi olaraq mən belə səciyyələndirirəm biznesmeni. Biznesmeninlə tacirin fərqi nədən ibarətdir? Hər zaman qeyd elədiyim bir şey var. Biznesmenin nağdı cibində pulu olmur, tacirin olur. Tacir alıb satandır, biznesmen isə qurandır. Tacir əlindən gəldiyi qədər iş heyətini artırmamağa çalışaraq daha çox qazancın əldə edilməsi məcrasında irəliləyən bir insandır. Biznesmen isə vicdanlı bir biznesmen hər zaman heyətini genişləndirmək, ekskalasiya, yəni genişlənməyi hədəf özünə qoymuş bir insan kimi mən düşünürəm. Biznesmen mən düşüncəmə görə budur. Biznesmen hər hansı bir düsturu varmı? Yoxdur. Çünki düsturu ələ alsaq, qəlibləşdirsək, biz baxarıq ki, bugün dünyada müvəffəq olmuş biznesmenlərin demək olar ki, 95%-i, bəlkə daha çox, heç bir qəlibə uymur. Yəni, hərənin öz qəlibi var. Coğrafi, milli, xəlqi, dövrü məsələlərin təməlində əmələ gəlmiş biznesmenlərdir. Hansısa bir düsturu mənə elə gəlir yoxdur. Sadəcə bir meyar var biznesmen olaraq müvəffəqiyyət əldə edə bilmək yolunda, hədəfə getmək yolunda. Bu da mənə elə gəlir ki, cəsarət və yerinə görə hiss etmə bacarığı ola bilər. Cəsarət, vicdanlılıq yerinə görə dəyişir vicdan. Bəzilərində vicdanı ümumiyyətlə bu yola başladığı zaman çıxarıb kisəyə qoyub, daşa bağlayıb dənizə atırlar. Bu faktor da var. Ancaq cəsarət, risk etmə qabiliyyəti bu çox əhəmiyyətlidir. Ardınca network, əlaqələr və s. İnsan biznesmen olaraq doğulur, yoxsa ailənin uşaqlıqdan aşıladığı maliyyə savadı, risk etmə cəsarəti, həmçinin hər insanda olmayan fərasət də öz rolunu oynayırmı? Yəni, sizin uşaqlığınızda fərqli olan nə idi? Biznesmen inanmıram mən ki, nə doğulmur mənə elə gəlir biznesmen və yaxud da ki, ailənin təsiri ilə tacir ola bilər insan. Nə kimi? Məsələn, mənim uşaqlıq dostlarımdan biri var, Fahin. Ağdamlıdır, bütün Ağdamlara salam olsun. Yəni, insan qırmızı diplomla universiteti bitirdi. Atası çox arzu eləyirdi ki, oğlu məmurluqda davam eləsin, vəzifəli bir şəxs olsun.
Ancaq insan tələbə yoldaşlarla topladığı pul ilə o vaxt aeroport dediyimiz bugünkü Sədərək Ticarət Mərkəzinin bir əvvəlki yeri olan, məskəni olan aeroport deyildiyimiz yerdə getdi özünə bir balaca piştaxta açdı həmin o pulla. Bugün çox müvəffəq bir tacirdir. Yəni ailə mənə elə gəlir ki, birbaşa arzu edərək təsiri yox, dolayı təsiri var ailənin. Çünki uşaq orada görüb böyüyür. Bu ticarət ola bilər. Biznesmen faktoru isə çox fərqlidir. Biznesmen mənə elə gəlir ki, əqraba, dostlar, cəmiyyət tərəfindən təyin edilmiş bir vəzifədir. Ümumiyyətlə biz qədərimizi yaşayırıq. Bizim hər birimiz bir qədərimizi yaşayırıq. Çünki tacirin güclü olması vacib deyil. Biznesmen amma güclü olmalıdır. Biznesmen bir mənada mənə elə gəlir ki, ikinci ata ola bilməlidir öz heyəti üçün, öz kollektivi üçün. Çünki bu çox əhəmiyyətlidir. Tacir uzun vaxtı səninlə keçirməz, satıcısı ilə keçirməz. Biznesmen keçirir. Biznesmen iclaslar edir, tacir iclaslar etməz. Və sən nə qədər heyətinlə bərabər olursansa, onlarla dərdlənirsənsə, istər-istəməz onlar səndən, sən də onlardan bir parçaya çevirirsən, uzantılarına sənin çevrilir. Bu Yəni bir genetik faktor yoxdur. bir genetik faktor mənə elə gəlir yoxdur. Çünki mənim ailəmdə, mənim atamın ailəsində heç bir tacir yoxdur. Heç bir biznesmen yoxdur. Biz ümumiyyətlə nəsl olaraq Məhəmməd ağa nəsli, yəni İlsu Sultanlığının bir qolundan gəlmiş bir nəsillik. Hamı savad yiyəsi oldu. Məsələn, mən balaca vaxtı gedərdim Qax rayon Qaşqaçay kəndinə. Mən babamla nənəmdən şahmat öyrənmişəm. Mənim nənəmlə babam bəzən bir-birlərindən küsüb inciyərdilər. Nənəm qəzəl yazardı, bacıma verərdi ki, apar babana. Babam qəzəl yazıb verərdi mənə ki, apar ver nənənə. Mən şeiriyyatı, qəzəli, söz silsiləsi ecazkarlığını onlarda ilk dəfə görmüşəm. Başa düşürsünüz? Yəni tacir yoxdur. Ümumiyyətlə belə bir doqma da var, mən sizə deyim ki, qalxırlar ticarəti bacarmırlar və bu həqiqətdir. Çünki Azərbaycan Respublikası ərazisində küçə alveri olmayan yeganə rayondur. Yəni genetik faktor düşünmürəm. Bu bir cəsarətdir, bu bir yoldur, gedilir. Mən amma elə fikirləşmirəm. Mən tam tərsi fikirləşirəm. Niyə? Maraqlıdır. Maraqlıdır. Mən açmasını verim. Mən məsəl üçün siz necə qalxdansınız, siz onu görmüsünüz. Mən Tərəkəməlikdə böyümüşəm və Tərəkəməyə ümidlənəm. Bizdə məsəl üçün nəslimizdə və yaxud öz kəndimizin içərisində çox demək olar 99% insanlar bizneslə məşğuldur. Hətta el arasında bir Azərbaycanda deyim var, binat kəndisi imişidəndir. Bəli. Biznes o bizneslər daha çox. Yəni biznesə maraq çoxdur. Nədən gəlir? Mənim fikrimcə. Çünki Tərəkəmə malla və heyvandarlıqla məşğul olan daha çox insanlardır, hansı ki öz heyvanına görə, mal-qarasına görə yayda məskənin dəyişib, o biznesini qurub, onsuz da biznesi üçün onsuz da addım atan bir adama Tərəkəmədir. Ki adam biznesini o qədər sevir ki, o biznesin üzərində o qədər çalışır ki, adam yayda belə ondan qızdırmadan ölməsin deyə yer dəyişir. Ona görə biznesini qurur, çobanlar götürür, bunun kimi işlərin böyüdür və bu genetikdir. Və biz tərəfdə də ona görə genetik daha çox o tərəf var. Çünki adam tamam hansısa bir maliyyə savadı ilə eləməyə bilər, hansısa biznes menecmenti bilməyə bilər, amma bu genetik artıq doğuşdan görür ki, atası bu necə fermalarla məşğuldur, yayda necə məskənin dəyişir ki, o mal-qaraya bir şey olmasın. Yəni bu alver deyil də. Götürdüm bunu satdım. Yəni alver siz dediyiniz kimi bir də sizin bayaqdan tacir deyirsiniz. Alverçi sözü istifadə eləmirsiniz. Sevmirəm. Sevmirsiniz alverçi sözü. Amma okey, yəni məna olaraq eyni mənadır. Amma mən deyim ki, yəni biz tərəf insanlar alverçi, yəni tacir deyirlər. Çünki bir heyvana nəyisə alıb satmırlar. Onu becərirlər, onu böyüdürlər, onu çoxaltmağa çalışırlar bir işdir yəni, həyat tərzidir. Və ona görə də məsəl üçün öz tərəfimə baxdığımda, öz ailəmə və nəslimə baxdığım tərəfdən bizdə demək olar ki, dövlət qulluqçusu və yaxud hansısa bir sadəcə bir işdə çalışan insanlar demək olar ki, 10% belə təşkil eləmir. Və məncə uşağın atadan gördüyünün, uşağın doğulduğu zaman atasının nə iş gördüyü belə onun gələcəyinə təsir eləyir. Yəni bir mənalı, yox, Hüseyin bəy, mən belə deyim də, siz tərəkəməsiz. Sualım məsəl üçün orada idi ki, bayaq ki, övladına verdiyi aşıladığı, yəni dəyişə bilirmi? Yəni övlad doğulduğu zaman gözünü açır, görür ata bizneslə məşğuldur, ana bizneslə məşğuldur və bu ona təsir edirmi gələcəkdə uğurlu bir biznes olsun? Təbii ki, bayaq onu qeyd elədim, təsiri var. Siz tərəkəməsiz, tərəkəmələri sevirəm. Mənim tərəkəmə çox yaxın dostlarım var. Tərəkəmələr qıpçaqdır, soy kökü olaraq, genetik olaraq. Bunu araşdırmaqda çox böyük fayda var. Onu kənara qoyuram, mən bunun üzərində işləyəcəm, işləyirəm də. Yəni birbaşa təsiri var. Birbaşa təsiri var. Ancaq aşılama yolu ilə deyil. Çünki uşaq
gördüyünü Gördüyü öyrənir. yolu. Gördüyünü daha çox öyrənir. Yəni biz bu gün ailə olaraq, ailə hüceyrəsi olaraq çox diqqət eləməliyik sözlərimizdən ziyadə əməl və hərəkətlərimizə. Mən bunu çox zaman çox yerdə qeyd edirəm. Mənim kitab eşqim, oxuma eşqim gəlir atamdan. Nə şəkildə? Atam işdən evə gələrdi, əl üzünü yuyardı, yeməyini yeyərdi. Bir iş varsa onu işi evdə görərdi, mühəndisdir, iqtisadçıdır. Ardından alıb kitab oxuyardı. Və mən bunu heç unutmuram. Mən hətta oxuma yazma bilmədiyim zamanlarda belə hər hansı bir kitabı götürər, onun belə deyək, yamacına çökərdim, oturardım. Orada mən başlayardım o kitabı vərəqləməyə və səslər çıxarmağa, sanki oxuyuram. Mən illər sonra bunu dərk edirəm ki, mən onun etdiyini görmüşəm və oxumaya bilmirəm bugün. Və mən bugün nə etməliyəm? Demək ki, əgər mənim atamı mən oxuyarkən görüb, bugün kitab aşıqı olmuşamsa, mənim öz kitabxanam var, mən kitab aşıqı olmuşamsa, demək ki, mən də uşaqlarımın gördüyü şəkildə, görə biləcəyi yerlərdə bu kitabı oxumağım faydalıdır. Yəni, bilirsiniz, nə sizin, nə mənim, nə də bir qeyrimizin dostlarını, ətrafını, çevrəsini, icra etdiyi işi valideynlərimiz seçməyib, elə deyilmi? Biz bugün övladlarımızın dostlarını seçə bilmərik. Bugün bizə də deyilib, bizdən əvvəlkilərə də deyilib. Bala, filan kəslə dostluq eləmə, onunla oturma, ancaq bunlar təsir etmir. Biz nədən təsirlənmişik? Atamızın dostları kim olub yaxşı? Yəni, evimizə kim gəlib gedib? Biz kimin evinə gedib gəlmişik? Atam kimlə ünsiyyətdə olub, kimlə danışıb? Mənə elə gəlir ki, əməli aşılamaya, fəaliyyət aşılamasına daha çox diqqət eləmək lazımdır. Sözlər çox rol oynamır bəzən. Razıyam. Görməkdən daha çox götürür. Sözlər rol oynamağa başlayır. Düşünürəm ki, 25-dən sonra, bəzi insanlar üçün 30-dan sonra, bəziləri üçün 40-dan sonra təəssüf ki. Biznesdən çox danışdığımız yerlərdə istifadə etdiyimiz söz riskdir. Risk. Bəli. Əgər bir insan risk eləyə bilmirsə, riskdən qorxursa, ondan çətin ki bir biznesmen olar, çətin ki bir hansısa bir sahibkar olar və o necəsə bir uğurlu olar bu biznesdə. Yaxşı, risk götürmə qabiliyyəti, risk etmə qabiliyyəti bu da ailədən və kitablar tərəfindən öyrədilən bir şeydir, yoxsa insanda bu daxili bir öz içində olmalıdır, yəni bu iş doğuşdan gələn bir şeydir. Genetika insan həyat tərzində, genetika bu həkimlərin daha çox sahəsidir, ancaq eşitdiklərim, oxuduqlarım, gördüklərim müəllifinə eşq olsun, möhtəşəm bir kitab. Genetika 95%dir insanda. Genetika, qan, daşıdığı qan, o təmsil etdiyi o genetik ünsürlər ciddi şəkildə rol oynayır. Risk. Məsələn, biz 3 uşağıq, 2 bacım və mən, üçümüz də risk etməyi sevirik. Risk ölçüsü nə qədər, meyarları nə qədər olmalıdır, artıq o zamanla, savadla və təcrübə ilə əmələ gəlir. Amma o körtəbii, hər atın riski belə deyək ki, bu artıq genetik faktordur, düşünürəm. Bu, oxumaqla əldə edilən bir şey deyil. Yəqin ki, bayaqlarında verilişdən əvvəl danışdım, bir müddətdə özünüzdə hansısa bir korporativ sahədə, maaşlı işlərdə çalışmışsınız. Bəs necə oldu ki, artıq fərdi fəaliyyət göstərməyə, biznes qurmağa başladınız və bu keçid riskləri nə idi və nələrə rəğmən bu yolu seçdiniz? Hüseyin bəy, mən biznesmen olaraq pul qazanma fəaliyyətidir deyə səciyyələndirsə əgər, mən biznesmen olmağa başlamışam artıq 5 yaşımda. Yəni 5-6 yaşımda mən artıq pul qazanırdım və elə belə pul qazanmırdım. Ardından Bakıda Keşlə stansiyasında, yəni oraya gətirilirdi kartoşka və s. və ilaxır. Yəni biz oradan çıxarırdıq və pul qazanırdıq. Bu uzun bir mövzudur. Yəni pul qazanmağa və risk eləməyə mən daha kiçik yaşlarımdan başlamışdım. Ardından rayona, kəndə tətillərə getdiyimiz zaman zoğal yığardıq, alma yığardıq və bunu konserva zavodunun müəyyən etdiyi tədarükatçı deyilən insanlara aparardıq, çəkərdik, təqdim edərdik. Oradan da pul qazanardıq. Korporativ müəssisələrdə bəli işləmişəm və işlədiyim korporativ müəssisələrin içərisində biri var ki, onu xüsusi bir yerə qoyuram. Onu mən Azərbaycan korporativ müəssisələr arasında tacı deyə bilərəm bugün. Bir zamanlar general rütbəsi sağ çiyin və sol çiyin olaraq götürərdisə, biri sağ çiyində general ulduzu Azərsel idisə, sol BP idi məsələn.
Bugün amma birmənalı olaraq son 10 ilin flaqmanı Azərseldir. Çox geniş şəkildə cəmiyyətimizə mühəndislər yetişdirir, korporativ bacarıqlı insanlar yetişdirir, insan qaynaqları, menecer sahəsi üzrə möhtəşəm insanlar yetişdirir. Azərsunun özü, Azərbaycanda fəaliyyət göstərən biznesmenlərin demək olar ki, az faizi deyil, Azərsunda fəaliyyət göstərib, işi, ticarəti, biznesi öyrənmiş insanları çıxdılar, işlər qurdular. Bu şirkətləri xüsusilə qeyd eləməyə özümə borc bilirəm və onlara təşəkkür edirəm. Korporativ müəssisələrdə mən işləmişəm, Azərseldə işləmişəm. Qısa bir müddət işləməyimə baxmayaraq, mən hələ də Azərselçi bilirəm özümə. Çox qəribədir, bunu Azərselçilər də bilirlər. Cəmi 2 il işləmişəm, cəmi 2 il. Ancaq mən hələ də 2007-ci ildə Azərsel sıralarından ayrılmışam. 19 il eləyir. 19 il keçib, amma mən çox qəribə. Bir mənəvi bağınız qaldı. İnanın ki, inanılmaz bir şeydir. İnanılmaz bir şeydir. Mən buradan bütün Azərselçiləri salamlayıram. Onlara təşəkkür edirəm. Yəni hələ də özümü Azərselçi bilirəm. Yəni bu dərəcədə. Dəfələrlə olub yuxularda görmüşəm ki, mən yenidən Azərseldə fəaliyyətə başlayıram. Biznesə necə oldu? Yəni Azərseldən sonra mən fikirləşdim ki, artıq fəaliyyət göstərəcəyim o dərəcəli və səviyyəli korporativ müəssisə yoxdur. Artıq mən bugünə qədər öyrəndiklərimi, bildiklərimi əhatəmdə olan insanlarla bərabər və ya onlardan da istifadə edərək mən artıq bir işimi qurmalıyam. Orada fəaliyyətə başlamalıyam və mən iş yeri açmalıyam. Əsas hədəfim buydu. Mən iş yeri açım və mən nə qədər bilmirəm, yəni bayağı səslənsə belə bunu ifadə eləyəcəm. Hər zaman, hər yerdə demişəm, iş yeri açmaq və vergi, yaxşı bir vergi ödəyicisi olmaq mənim istəyim olub. Çünki mənə görə bu bir mənəvi dərəcədir. Bu bir mənəvi statusdur. Mən vətəndaşı olduğum dövlətdə suyunu içdiyim, havasını aldığım, mühafizəsində iştirak elədiyim bir dövlətdə mən vergi verirəm. Başa düşürsünüz? Bu mənim üçün bu mənəvi bir statusdur. Mən bundan həzz alıram ki, gördüyüm zaman o maaşa bağlı olan, dövlət büdcəsinə bağlı məvacib alan insanlara baxdığım zaman onların məndən xəbəri yoxdur, mənim onlardan xəbərim var və mən ondan xüsusi bir həzz alıram ki, orada bəlkə də bir qəpik mənim fəaliyyətim nəticəsindədir. Bundan həzz alıram. Bəs verdiyiniz verginin çox olması bəs. Onda da bir hansısa bir meyar var ki, sizi daha çox ləzzət eləyir. Hər zaman dualarımdandır. Mən ətrafımda tanıdığım insanlar içərisində ən böyük sədəqə və zəkat verən etməni Rəbbimə ən böyük dualarımdan biridir. Tanıdığım bütün insanlar içərisində ən böyük zəkat və sədəqə verən məni et. Bunun içərisinə vergi də girir. Və mən bundan həzz alıram. Nə qədər çox olsa, bu o deməkdir ki, mənim işim bir o qədər böyüyüb və mən bir o qədər çox vergi verəcəm. Bundan həzz alıram. Bəlkə də bizim sahə üzrə Azərbaycanda tamamilə bütün fəaliyyətlərini rəsmi edən bəlkə də ilk şirkətlərdən biriyik. Nə vaxt bəs başa düşdünüz ki, artıq mən biznesmenəm? Hələ başa düşməmişəm onu. Siz elə yanaşırsınız, mən bunu hər zaman deyirəm. Mən özümü, bilirsiniz, hələ o aradayam. Mən tacir deyiləm, bu bir mənalı. Mən iş adamıyam. Ancaq bizim dəyərləndirmələrimizdə, yəni bizim dediyim xalqımızın dəyərləndirməsində iş adamı bizdə belə gəlir. Yəni ilk dəfə olsa onu deyəcəm, sırf sinifləndirmək üçün alverçi, tacir, iş adamı, biznesmen. Mən yəqin o iş adamıyam. Sahibkar. Sahibkar, bəli. Yəni biznesmen dediyimiz zaman bizim xalqımız onu xüsusi bir statusa qoyur və avtomatik olaraq həyatında tanıdığı internetdən ola bilər, sosial şəbəkələrdən tanıdığı o milyarder biznesmenlər var. Avtomatik səni onlarla müqayisə eləməyə başlayır. Nə pisdir ki, elə müqayisə eləmək? Yanlış axı. Niyə? Necə yəni? Yəni bir var, yəni 100 milyonluq büdcələrə sahib olasan, bir var milyardlıq büdcələrə sahib ol. Bizim insanımız, ona deyir biznesmen. Yaxşı, nə vaxt nə olsa deyəcəksiniz ki, mən biznesmenəm. Yəni o sözü möhkəm şəkildə özünüzə qəbul edin. Hansısa bir necə ölçürsüz onu? Yəni milyardlıq bir dövrü olmalıdır, milyonluq bir dövrü olmalıdır və yaxud hansı meyarlara əsasən bu ölçülür? Xaricə çıxsaq. Biz xaricdə fəaliyyət göstərmişik. Xaricə çıxsaq mənə elə gəlir ki, orada gedib özümüzü biznesmen hiss eləyərik. Bu barədə biraz fikirlərimizi daha sonra paylaşarıq hər halda. Amma mən özümü iş adamı görürəm. Biznesmen nə vaxt görəcəm, hansı şərtlər olacaq bilmirəm. Hiss etdiyim zaman onu mən birinci deyəcəyim insanlardan biri siz olacaqsınız. Məsələn, mən artıq hiss etdim ki, mən biznesmenəm, onda sizə xəbər eləyərəm. Amma hələ iş adamıyam. Yaxşı, biznesmenin gecəsi gündüzü olmur deyirlər.
Bu qədər işin içində özünüzə necə vaxt ayıra bilirsiniz və heç olub ki, ara sıra deyirsiniz ki, mən 9-6 işə qayıtmaq istəyirəm. 9-6 işə qayıtmağı heç zaman istəməmişəm. Çünki 9-6 işlədiyim zaman vaxtım daha az idi. Daha az idi. Bəli. Bugün mənim vaxtım daha çoxdur. Və tamamilə doğrudur ki, biznesmenin gecəsi gündüzü olmur. Bunu mən iclaslarda idarə rəhbərlərimizlə də, segment rəhbərlərimizlə də hər zaman bu fikri paylaşırıq. Onlar belə deyək ki, təəssübkeşlik yaşayırlar bizə görə. Ancaq elə deyil. Bugün mən sizə sıralayım. Bəli, yatdığım zaman belə işi fikirləşirəm. İnsanları fikirləşirəm, müştəriləri fikirləşirəm. Əldə deyil, yəni fikirləşməmək əldə deyil. Ancaq mən bugün vaxtımın çox böyük hissəsini uşaqlarımla keçirirəm. Mən kitabda oxuyuram. Mən bir xarici dil öyrənirəm, həftədə 2 dəfə onun kursuna belə deyə təliminə gedirəm. Mən idmanda edirəm. Mən ailəmlə maşın sürürəm, maşın sürməyi öyrədirəm, belə deyək, sürə bilir, yəni bərabər maşında sürürük. Dağlara, dərələrə gedirik, səyahətlər edirik. Ağac əkirəm, özüm sulayıram. Mən hər bir şeyə vaxt var. Yetər ki, dostlarımla da görüşürəm, mütaliələr eləyirik. Yəni 24 saat, Allahın verdiyi bizə 24 saat o qədər bərəkətlidir ki, inanılmaz bərəkətlidir. Yetər ki, siz zamanın sahibindən onu doğru şəkildə istəyin və doğru yönə yönləndirin vaxtınızı. Yəni siz yaxşı, faydalı bir işlə məşğul olmağı mənə elə gəlir ki, arzu eləsəniz, müvəffəqiyyət ardından gələcək. Mənim sizə dediyim, saydıqlarımın bəlkə də bugün bilmirəm, yəni yarısını belə eləməyə insanlar vaxt tapa bilmir. Amma mən bunların hamısına vaxt tapıram. Demək olar, mən sizə belə bir şey deyim. Mənim balaca oğlum var, adı Xəyaldır. Yeri gəlmişkən, adaşımdır mənim, onun da adı Xəyaldır. Bir gün bizim evə qonaq gəlmədiyi zaman mənim balaca oğlum daha 4 yaşın içindədir. Yaxınlaşır, deyir ki, ata, bugün qonaq gəlmədimi, kim gələcək? Biz bunu sevirik, ailə olaraq biz bunu sevirik. Hətta bəzən belə şeylər də olur ki, qonaq gəlmədiyi zaman mənim yoldaşım, sağ olsun, var olsun, mən onu sevirəm. Zəng eləyər bacılarıma, onları çaya dəvət eləyər. Qonaqlarımız gəlir, buna da geniş-geniş biz vaxt ayıra bilirik. Mən kebab çəkirəm, kalafur asıram və s. Bundan həzz alıram. Demək olar ki, hər şeyə vaxt tapmaq mümkündür. Bir çoxlarımızın, yəqin bizi sevib baxanların ürəyindəki olan sual vermək istəyirəm. Azərbaycanda biznes daha çox əlaqədir, yoxsa bacarıq və dayday sistemi olmasa uğur qazanmaq mümkündürmü? Daydayım heç vaxt olmayıb. Çox səlahiyyətli insanlarla dostluğum olub və var. Çox səlahiyyətli insanların yanında fəaliyyət göstərmişəm və hətta bizneslərini idarə eləmişəm. Ancaq o dövrdə belə mənə daydaylıq etməyiblər. İstəməmişəm, buna da şərait qurmamışam. Daydayım olmayıb, həyatım boyu daydayım olmayıb insanlar arasında. Daydaysız mümkündür. Mümkündür. Bunu qoyduq bir kənara. Bu bir mənalı olaraq mümkündür və bunu çox arzu eləyirəm ki, bugün tələbə olanlar, tələbə olmağa hazırlaşanlar, gənclər bunu məqsəd qoysunlar önlərinə, iş sahələri aça bilərlər və fəaliyyət göstərə bilərlər. Daydaysız bir mənalı olaraq mümkündür. Digər ikisi olmadan olmaz. Digər ikisi nə idi? Bacarıq və əhatə. Bunlar olmadan mümkün deyil. Bəs şans işin arasındadır. Şans için heç bir yerində yoxdur. Mən şansa bağlamazdım və bağlamalarını da kimsəni arzu etməzdim. Şansa bağlamasınlar. Şans deyə bir şey zənnimcə mənə görə yoxdur. Mənim üçün var, amma biz o şansı özümüzə yaradırıq. Nəticədə bacarıqdır. Bacarıqdır. Nəticədə bacarıqdır. Yəni özlərini yetişdirsinlər. Mən belə düşünərdim və çox müvəffəq olmuş insanların həyatlarını araşdırsınlar. Çünki hər zaman dediyim bir faktor var. İnsanlar çox fərqli deyil. 12 bürc həmişə hər zaman deyirik də. Yəni aşağı yuxarı o melanxolik, flegmatik, sangvinik, xolerik deyə bir qruplara ayırıblar bizləri psixoloqlarımız, alimlərimiz, psixiatrlarımız və s. Yəni insanı idarə edən bir neçə amil və faktor var. Sigmund Freud bu haqda geniş analizlərini ortaya qoyub. Bacarıq, özlərini yetişdirsinlər, oxusunlar, öyrənsinlər. Oxumaq, bir mənalı olaraq mən oxumaq dediyim zaman bir tək kitabı nəzərdə tutmuram təbii ki. Yəni həyatı oxumaq var, insanları oxumaq var, təbiəti oxumaq var, özünü oxumaq var, Yunus Emre demişkən. Ancaq əhatəsiz olmur, əhatə olmalıdır. Sən əhatəni özün üçün daydaya çevirə bilərsənsə, bu sənin bacarığındır yenə də.
əhatə əhəmiyyətlidir. Bu bütün dünyada əhəmiyyətlidir. Bir tək Azərbaycan deyil. Amma başqalarının həyatını, başqa uğurlu insanların həyatını araşdırmaq məsələsində də yanılmırlarmı? Məsəl üçün, oturub Azərbaycandan hansısa Amerikada bir uğurlu bir biznesmenin həyatını oxumaq, onu analiz etmək nə dərəcədə uyğundur? Çünki onun böyüdüyü coğrafiyadan aldığı təhsil, atasının, anasının məsəl üçün işlədiyi yer, düşüncələri, hər bir şey Mentalitet. Mentalitet, hər bir şey fərqlidir. Bəli. Nə dərəcədə uyğundur və düzgündür bunu araşdırmaq ki, Azərbaycanda da hal-hazırda belə götürsək, indiyə qədər oxuyub həyatını biləcəyimiz bir açıq bir mənbəsi olan və hər bir şeyi bir success story deyirlər də, yəni buna uğur hekayəsi olan nə qədər bir biznesmen var ki, oturub bunu araşdırsınlar. Məncə çox azdır. Yəni cəmiyyət olaraq baxanda bizim elə bir həyatını göstərdiyi, successlərini, uğurlarını paylaşdığı biznesmenlərimiz də azdır axı. Kimə baxıb ibrət alsın? Buna baxsa səhvdir, coğrafiya fərqlidir. Bəli. Burada da baxdığı bir şey adam demək olar ki, yox səviyyəsində. Yetəri qədər var. Şəxsən mən gəncliyimin dövründə, gənclik dövrümdə mən cənab prezident İlham Əliyevin həyatını araşdırmışam. Ciddi şəkildə təqib eləyirdim və oxumuşam. Və ciddi bir success story'dir. Möhtəşəm bir success story'dir. Bunu oxumaq lazımdır. Bir-bir təqib etmək lazımdır. O və ya bu şəkildə. Fərq etməz hansı resurslardan istifadə edilib, nə cür gəlinib, nə cür edilib, ancaq möhtəşəm bir success story'dir. Və arzu etdiyim bir şey var mənim. Azərbaycanlı iş adamlarının, potensial iş adamlarının xaricə getmə şanslarının, imkanlarının qurulması. Biz 5 il Avropada fəaliyyət göstərdik və çox çətin bir halda tender qalibi olduq. Çox çətin bir halda. Çətin nədir? Mən sizə deyim. Azərbaycanlı mentaliteti dediniz. Bugün Azərbaycan biznesində böyük sıxıntılar nədədir? Bir misal çəkim sizə bizim şirkət fəaliyyətlərindən birindən. 2009-cu, 2010-cu ildə 1 kvadrat metr fasadın yuyulması 1 manat 30 qəpik, 1 manat 20 qəpik təşkil edirdisə, bugün 30 qəpikdir. Halbuki tam tərsi olmalıdır. Bugün bəlkə də 5 manat olmalıydı. İnflyasiyanı və s. və ilə axır nəzərə alsaq. Bizim iş adamlarında bu praktikanı öyrənmək, o müvəffəq insanların həyatını, onların işə yanaşmasını araşdırma sıxıntımız var. Biz hər il, məsələn, biz hansısa bir şirkətlə fəaliyyət göstəririk. Bu il 10 manata fəaliyyət göstəririk. İlin sonunda tender təşkil edilir və onun 9 manata salınması tələb edilir. Halbuki tərsi olmalıdır. Bilirsiniz, bu yanlışdır. Bunun yanlışının səbəbi müştəridədir, həm də bizdədir. Biz bir-birimizin önünü kəsirik. Bu sıxıntıdır. Ancaq bu səbəbdən Azərbaycan iş adamı, Azərbaycan tacirləri, mən düşünürəm ki, artıq Azərbaycana sığmırlar. Biz xaricdə fəaliyyət göstərdik, bayaq qeyd elədim, Avropada və onlar heyran qaldılar bizim əməksevərliyimizə, onlar heyran qaldılar bizim yanaşmamıza və mən onu qeyd edeyim, Azərbaycan mentalitetindən yola çıxaraq biz orada iş qazandığımız zaman bizim tender qiymətimizə ən yaxın qiymətlə bizim təklifin arasında 100.000 avrodan çox fərq var idi. Mən özümə gələ bilmirdim, bugünə qədər özümə gələ bilməmişəm. Ki, yəni bu qədər fərq mən niyə verdim aşağı? Ancaq onların yanaşması belədir. Onlar fikirləşir, onlar bir tenderdə iştirak etdikləri zaman bir-birlərinə hörmətlə yanaşırlar və bilirlər ki, minimum müəyyən bu qiymət hər kəs tərəfindən veriləcəkdir. Biz harada fərqimizi... Bazar öldürülmürdü. Eynən. Biz harada fərqimizi qoyacaq? Bizim müştəri nəyimizə görə seçəcək? Qabiliyyətimizə görə, keyfiyyətimizə görə, texniki təchizatımızın səviyyəsinə görə, mühəndislərimizin, heyətimizin səviyyəsinə görə. Bu bilirsiniz nə qədər gözəl şəkildə rəqabəti alovlandırır. O gedəcək gələn il həmin o tenderdə iştirak etməkdən ötürü heyətinin inkişafından dərdlənəcək, təlimlərə göndərəcək, texniki təchizatını böyüdəcək. Bizdə bu bəzən tərsinə olur, bəzən yox, əksərən. Və bu təəssüf hissi yaradır. Bizim iş adamlarımız, bizim tacirlərimiz xaricə çıxmalıdır. Çünki dünyanın, mən bu qənaətdəyəm ki, Azərbaycanlılar qədər xaricdə özünü göstərib əməksevərliyini ortaya qoyacaq ikinci bir xalq ola bilməz. Bunun mən dəfələrlə şahid olmuşam. Bizim iş adamlarımıza bu şərait təqdim edilməlidir. Onlar xaricdə getsin, fəaliyyət göstərsin, ancaq mərkəzi, mənbəyi Azərbaycan olaraq qalsın. Yəni orada fəaliyyət göstərsin. Made in Azərbaycan qorunmalı. Belə, yəni o təəssüratları, o
know-howları, o inkişafları orada gördüklərini burada da tətbiq etsin. Yəni belə bir sistem qurula bilsə, yəni şirkətin origini, mənbəyi burada qalsın, burada olsun. Orada fəaliyyət göstərsin və bura ilə get-gəldə bir bağda daima qalsın, yəni qopmasın. İkinci nəsildən sonra artıq o İngiltərəli olmasın, onun nəvəsi özünü ingilis bilməsin, Adı vətəndaş. Michael olmasın. Yəni var olasınız. Yəni bu simbioz daima qalmalıdır deyə düşünürəm və bundan ötürü mən çox arzu edərəm ki, müəyyən qurumlar fəaliyyət üzərində işləsinlər, bunu qursunlar ki, bizim tacirimiz, bizim iş adamımız, açıq deyim sizə, Sədərək, adi Sədərək ticarət bazarının insanlarının 50%-nə bu şərait yaradılsa, onlar, yəni Avropanın bəlkə də bir çox ölkələrində ən müvəffəq iş adamı və ya tacirlərə çevrilə bilərlər. Bundan əminəm. Mən məsəl üçün bir tərəfdən razı deyiləm. Niyə razı deyiləm? Məsəl üçün bir çox insanlar hansı ki ətrafımda Avropanı, Amerikanı, Şərqi falan tərifləyəndə deyirəm ki, saxla bir dəqiqə. Bizim ölkənin ən böyük üstünlüyü çox tez bir vaxtda, çox tez qısa müddətdə sən bir biznes qurmağındır. Yəni demək olar ki, istənilən bir biznesi qura bilərsən. Elədir. Ticarətlə məşğul olmaq istəyirsən, alıb satmaq istəyirsən, bir ay sənə kifayətdir ki, sən o yeri tapasan, qurasan, mallarını gətirib ora qoyasan, işçivi tapıb, bütün vergidən hər bir lazım olan sənədləri yığıb Doğrudur. və sən onu fəaliyyətə başlayıb pul qazanasan. İndi qazanacaqsan, qazanmayacaqsan artıq sənin o fərasətin, bacarığın, biliklərinin əsasındadır. Amma digər adını Avropadan, Amerikadan sən bu prosesi keçmək istəsən, sənin bir aylarla, illərlə bəlkə də hansısa bir icazəni, lisenziyanı saxlamağın üçün keçən bir prosedurların var. Və mənim fikrimcə biz bu qədər rahatçılığa, doğrudan da rahatçılığa mən adlandırıram, örgəşənlər gedib orada o qəlizliyin içərisinə düşəndə, ora get, bura get, bunu elə, onu elə ki, çətinliklə bacarmırlar. Bizim üçün o çətindir. Əslində bizim ölkənin bizə verdiyi məsəl üçün hal-hazırdakı asançılıqdan danışırıq. Ki biz çox tez asan əldə edirik. Yəni elə belə nümunə deyim, başqa bir ölkədə oturum izni, yəni yaşamaq icazəsi almaqla nə prosedurlar keçsən, bizim ölkədə çox rahat alırlar. Doğrudan da rahat alırlar və biz bu prosesi çox rahat da həll eləmişik insanlar üçün. Qismən razıyam. Birinci hissə ilə razıyam, ikinci hissə ilə deyiləm. Dünyada ən çətin iş oturum icazəsi alınan ölkələrdən biri bizik. Və bununla razıyam. Mən bununla razıyam miqrasiya mərkəzi ilə. Niyə? Çünki bizim yerli mütəxəssislərimizə bu şans birinci verilməlidir və buna üstünlük verilməlidir. Bununla razıyam. Okay. Birinci qismə isə gəldikdə, mən şəxsən bu prosesi keçdim. Mən Avropada şirkəti çox tez qurdum. Çox asan keçdi bu proses. Yeganə fərq nədən ibarətdir? Bizim iş adamlarımız üçün elə bu çox gözəl bir öyrətmə mərkəzi ola bilər və geri gəldikdə bunu da tətbiq edə bilərlər. Xaricdə nədir məsələ? Xaric dediyimiz əsasən biz hədəf olaraq götürürük, deyək ki, Avropa. Bu xaric dediyimiz zaman audiensiya da bilsin ki, yəni Avropaya biz xitab edirik. Orada vəkillə işləməlisən. Amerikada vəkillə işləməlisən. Xaricdə bizdə məsələn konsultant götürməlisən ki, sən iş yaparsın. Azərbaycanda bu qanunvericilikdə də var. Sadəcə bizim iş adamlarımız bundan çox geniş bir şəkildə istifadə etmirik ki, əfsus. Biz vəkil dediyimiz zaman ancaq ağlımıza gəlir boşanmalar, ağlımıza gəlir mübahisələr və məhkəmə. Halbuki belə deyil. Yəni vəkillərdən geniş sahədə və geniş səpkidə istifadə etməliyik və bu həyatımızı asanlaşdırar. Biz bunları bilmirik. Bizim iş adamlarımız ora getdikcə bunları öyrənir. Biz Avropada çox asanlıqla şirkət qurduq. Vəkillə böyük sayılmayacaq, həqiqətən də böyük sayılmayacaq məbləğdə müqavilə bağladıq və az qalsın 1-2 dəfə imza üçün bir yerə getdik. Vəssalam. Qalan bütün prosesi bizim üçün, bizim təsəvvür edəcəyimiz və ya bizim şəxsimizin edəcəyimizdən daha yüksək səviyyədə, əlverişli şəkildə vəkil icra etdi. Və biz çox rahatlıqla qısa bir müddətdə şirkəti qurduq, tenderlərdə də iştirak etdik. Yəni, bu fikir, bu bir doldurulmuş şar xaric haqqında və ya bəzən özümüz haqqında yanlış ola bilir. Bunu sadəcə olaraq getmək və təcrübədən keçirmək lazımdır. Həmin o iş adamı xaricdə getdiyi zaman bu vəkillə
məsləhətxana ilə, məsləhətçi ilə, mütəxəssislə bu işləri icra etdikcə, geri gəldikdə onun asanlıq ləzzətini damağında burada da hiss etmək istəyəcək və vəkillərə müraciət eləyəcək. İstənilən iş adamının ümumiyyətlə sağında və solunda maliyyəçi və vəkil olmalıdır. O sizə bilmədiklərinizi daha asan şəkildə, daha dolğun, daha doğru şəkildə məsləhətini verəcək, tövsiyəsini verəcək. Qalan isə seçim sizə qalmış bir şeydir yəni. Gəlin biraz da investisiyalardan danışaq. Yüzlərlə Azərbaycanda insan var ki, əllərində yüz minlərlə pulları var, amma dindirəndə deyirlər ki, yaxşı iş yoxdur ki, pul yatırım və yaxud da ki, yenə ənənəvi bizneslər, hansı ki, ticarət, alverçilik, belə bir çoxu ona yatırır ki, atıram misal Azərbaycanda ən məşhur olan ya ev tikib satacaq, ya tikilən zaman binadan ev alacaq, ən yaxşı yatırım sayılan insanların arasında. Budur ev almaq, hansısa kiraya vermək və s. bunun kimi. Niyə insanlar pul olsa da investisiya etməkdən, digər sahələr, ənənəvi sahələrdən çıxaq, digər sahələrə investisiya etməkdən çəkinirlər və sizcə də sanki Azərbaycanda insanlar pulu daha çox qorumağa çalışmır, xərcləməkdən çox qorumağa üstünlük vermirlərmi? Əfsus, bu reallıq var. Ancaq dəyişir, dəyişməkdədir. Mən şəxsən bunun təzahürünü hiss edirəm. Sadə bir şey deyim sizə. Mən sosial şəbəkələrdə yox idim. Buradan salam olsun İdris bəy Cəfərliyə, Dafaminə. O məni inandırdı və mən başladım. Qısa bir müddətdə təsəvvür edin ki, 4-cü çəkilişdən sonra artıq məni Qax rayonunun icra hakimi dəvət etdi görüş üçün. Görüşmək istəyini arzusunu bildirdi. Elvin bəy, buradan salamlar olsun, uğurlar arzu edirəm, bütün səmimiyyətimlə uğurlar arzu edirəm. Mən video çəkilişdə bir neçə ticari arzumu qeyd etdim və anında geri dönüş yaşadım. Bunu siz xaricdə, əminliklə deyirəm, heç bir ölkədə rastlaya bilməzsiniz buna. Əminliklə sizə deyirəm, bu böyük bir xoşbəxtlik, hətta tüklərim biz durur, yəni gələcəyə yönümlü ümidlərlə. Bugünkü məmurlarda bu ciddi şəkildə dəyişiklik özünü təzahür açıq şəkildə göstərir. Oranın insanları üçün bir şeylər etmək istəyirlər. Oranın iş adamlarına dəstək olmaq, onların önünü açmaq ki, gəl qur, insanlara iş ver. Əvvəllər bu baxılırdı, gözlənti olurdu büdcəyə. Yəni ayrılmış büdcə bu qədərdir, bu büdcə ilə mən burada bir dənə körpü tikərəm, biraz yolları düzəldərəm, biraz da belə deyək, divarları, qapıları, damları təmir edərəm. Rayon oldu gözəl, bir neçə də iş adamına bir neçə layihə verərəm. Ümumi rayon əhalisinin belə deyək ki, etiraz və qaynama dərəcəsini aşağı salaram, bitdi getdi. Bugün elə deyil və mən bir çox rayonlardan bunu eşidirəm, bu geri dönüşümü alıram. Adi, çox sadə bir tacirə belə ciddi dəstək verilir. Yəni sən yetər ki, bunu et. Məsələn, bugün belə bir şey var, o gün o yox idi. Bugün sən hansısa bir insan mütəxəssisdir. Deyək ki, kimdir? Kombi ustası. İşi yoxdur amma. O müraciət eləyir məşğulluq idarəsinə və icra hakimiyyəti kanalı ilə yoxlanılır, baxılır. O insana təmənnasız, pulsuz şəkildə bütün texnikalar təmin edilir. Bütün həmin o texnikaların bəzən qiymətləri və ya avtoyuma məntəqəsi olsun. Yəni təqribən 3000, 4000 manat, bəzən 5000 manat təşkil edə bilər həmin o yatırım ki, onun yoxudur. Ona bu təmənnasız olaraq təmin edilir. Onun başının üzərində belə deyək, o qılınc olmur. Gətir, bunu elə, buna heç birisi yoxdur. Və mən şəxsən belə insanlardan, belə ustalardan neçəsini tanıyıram. Arıçılıqla mı məşğul olmaq istəyirsən? Buyur, sənə 4-5 yeşik içi arı ilə dolu. Buyur, başla. Yetər ki, işlə. Yəni, rayonlardan bugün təəssüflər olsun ki, kütləvi şəkildə Bakıya axın var və gələn insanların da əksəriyyəti təəssüflər olsun ki, taksi sürücülüyü ilə məşğul olurlar və rayonunu unudur, geri qayıtmaq istəmir artıq. Müəyyən məbləğ qazancdan sonra damağına dəyən bəzi həzlər və ləzzətlərdən sonra ümumiyyətlə geri qayıtmaq istəmir. Bu yanlışdır. Amma əslində elə bizneslər var ki, elə adamlar tanıyıram ki, rayonlarda, qəsəbələrdə, kəndlərdə onu edib də Bakıda etsəydi qazana biləcəyindən daha çox pul qazanır. Maşallah. Yəni tam tərsini edir normalda. Bəli. Misal atıram, bu yaxınlarda gördüyümüz bizim kəndimizin üstündə gedən yoldan əvvəl böyük bir market yox idi. Hamı gəlirdi rayonun mərkəzinə, şəhərin özünə ki, bir nəsə bir bazardan və yaxud böyük marketlərdən alış-veriş eləsin, qayıtsın.
Elədir. Və bunun başqa bir alternativi yox idi. Kənddəki balaca butka deyirik də biz ona. Xırda dükanların, köşklərdən başqa bir şey yox idi ki, o da ki, nə ala bilərdin? Maksimum simiçkasın, sokun və s. bunun kimi. Adamın biri gətirib orada böyük bir market tikib. Əhsən. Və deyim ki, adam həmin o biznesə yatırdığı pulu Bakıda hansısa bir şəhərin ortasında belə açsaydı, o alveri, o qazancı əldə edə bilməzdi. Təbii ki. Görün o nə qədər iş yeri açır. Hə. Həm iş yeri açıb, həm də normal olaraq qazancı hamının Bakıya üz tutub da eləmək istədiyini adam öz yerində eləyib. Öz tələbatı orada görür. Və oradakı gənclər üçün o bir mənada belə deyir, lessons learned oldu. Yəni ki, elədi. Olur demək. Sən qaçırsan orada eləməyə, orada batırırsan, heç nə eləyə bilmirsən. Çünki Bakı böyükdür, rəqabət böyükdür. Sən burada köhnə akulaların içərisində böyüməyin çox çətindir. Eynən. Çünki rəqabətin olduğu yerdə də sən inkişafın daha çətindir. Mən sizə bəsit bir şey deyim. Adam gəlib boş bir yerdə öz yerində eləyir və qazanır. Mənim ucarlı bir dostum var. Sənan Abdullayev, salam olsun. Bir dəfə bir misal çəkdi. Mənim üçün çox acınacaqlı gəldi və rezonansı bunun çox böyükdür. Yəni bunu rayonlara biz şamil eləsək, hamısına görün nə təlatüm baş verməkdədir. Yəni bunun səbəbi bizik, özümüz. Deyir ki, bizim kəndlimiz ucara gedir göyərti almağa. Yəni şəhər mərkəzinə, bazara göyərti almağa gedir. Axı burada dövlətin və yaxud da ki müəyyən qurumların nə qəbahəti var? Yəni toxum orada əlində hektarla torpaq səp, artıq et, su da var. Yəni bunu apar sən sat, bazara satmağa get bu dəfə, almağa deyil. Bilirsiniz, bilmirəm, yəni çox tənbəlləşmişik. Bu tənbəllik faktorumuz var, amma yenə də bizim tənbəllik əmsalımız bugünkü məsələn ən tənbəl insanımız belə Avropanın işgüzarı ilə müəyyən bir uzlaşma səviyyəsindədir. Yəni biz hələ o qədər də itirməmişik. Yəni bundan sonra mənim şəxsən təklifimdir, buradan səslənirəm. Mənbəyi rayonlardan olan Bakıdakı iş adamlarına, tacirlərə mən buradan səslənirəm. Yəni müraciət edin. Yəni icra hakimiyyəti orqanlarına rayonlardakı müraciət edin. Oradakı müəyyən qurumların təmsilçi şöbələrinə müraciət edin. Onlar gözləyirlər bunu. Bugün rayonların özlərində o yatırımı edəcək qabiliyyətləri çox olmayan insanlar ola bilər. Siz müraciət edin və ora dəstək olun. Və mən bunu şəxsən yaşayıram və gördüm. Dəstək olurlar. Yollar axtarırlar. Özləri təklif verir. Bax, filan yerdə bunu eləyə bilərsən. Filan yerdə bunu eləyə bilərsən. Get aç, illah ki orada bir qohumun vardır. Əmin olduğun insan vardır. Götür gəl Bakıya, təlimini keçir, öyrət. Geri göndər. Elə ondan qorxurlar da. Bizim ən böyük mentalitet problemimizdir. Aldadar. Alar qaçar. Çünki o qədər yaşayıblar ki onu, insanların... Bax, bu əvvəl olub. İndi mən bunu hiss edirəm, axı, mən bunu gördüm, mən əyani şəkildə gördüm. Mən biznesim, mən işimi özüm şəxsən bir qəpik yatırmadan qurmuşam. Salam olsun buradan Anar Məmmədova, Enar bəy Əskərova. Yəni insanlar dəstək oldu və mən bir biznesmen olaraq, iş adamı olaraq yetişə bildim və bugün biz müəssisə olaraq 1000-in üzərində insana məvacib veririk. Rayonlarda müəyyən işlər qurmuşuq. Mən sadə bir şey deyim sizə, Qax rayonunun İlisu kəndində biz 7 villadan ibarət bir istirahət mərkəzi tikdik. Zərərdən və ziyandan başqa bir şey yoxdur. Bir qəpik belə qazanmıram. Ancaq bunu ora üçün etdim. Orada neçə nəfərə iş olsun, fəaliyyət olsun. Zamanı gələcək və o geri dönüşümü verəcək. O geri dönüşümü olacaq. Amma iş adamı üçün hər bir şey anında qazanc deyil. Əfsus, bizim Azərbaycanda, bizim iş adamımızda bu tələskənlik var. Bayaq bir... Sualım əslində elə o idi, sözlü kəsirəm ki, yəni, bu kapitalizmdə yaşadığımız cəmiyyətdə nə qədər insan biznesə ancaq pul qazanmaq deyil də töhfə vermək, kiməsə xeyir vermək, yaşadığı, doğulduğu və yaxud boya başa çatdığı, hal-hazırda yaşadığı yerə töhfə vermək üçün çalışır. Yəni, gözəl bir sualda təşəkkür edirəm. Biznesin nədir, sizin fikrinizdən? Çünki məncə bu nisbi anlayışdır. Yəni biznesdə belə bir qanun yoxdur. Bildiyim qədərilə neçə faiz pul qazanmaq olmalıdır, neçə faiz töhfə vermək olmalıdır. Yəni bu necə tərəzi bir var mı burada? Evet, töhfəni verir kapitalist. Azərbaycanda kapitalist yoxdur. Mənim fikrim deyil. Bu araşdırılmışlıq, yazılanlardan mən yola çıxıram. Kapitalist ümumiyyətlə kimdir? Kapitalist 3-cü nəsil iş adamıdır.
Məsələn, mənim babam deyək ki, dərzi olub, böyük bir deyək, emalatxanası olub. Atam ondan o işi alıb biraz daha böyüdüb, yenə o işdə davam edib. Ailə biznesi də, nəsil Ailə biznesi yox. Ailə biznesinə gəlməyək. Biz onu ailə biznesi adlandırırıq bəzən. Yox. Kapitalist. Kapitalist üçüncü nəsil eyni sahə ilə məşğul olub onu böyüdən üçüncü nəslin nümayəndəsi olur kapitalist. Kapitalist. Yəni bugün Azərbaycanda kapitalist zənnimcə yoxdur. Çünki ikinci nəsildə qırılır, ikinci nəsildə qopur. Tərəkəmələr dediniz, tamamən razıyam. Ancaq yox olmaqdadırlar. Örüş yerləri əllərindən alınmaqdadır. Yəni bu ənənə davam etmir. Kapitalist imkan verilməlidir ki, o kapitalist olsun və kapitalist artıq beynində demək olar ki, əsas hissəni təşkil edir töhfə. Çünki o artıq yetəri qədər vəsaitini qazanıb, artıq vəsaitdən daha çox ona həzz verən, onu motivə edən yönlərə, ləzzət aldığı yönlərə pul xərcləməyə başlayır. Kapitalist. Çünki kapitalist artıq onunla bərabər fəaliyyət göstərənlərin də sahibkarıdır. Və o yetişdirmiş olduğu ətrafında onun üçün, onun o biznesi üçün fəaliyyət göstərən insanların da rəfahını düşünərək başlayır ora töhfə verməyə. Bu töhfə çox əhəmiyyətlidir. Yəni, məsələn, bugün dövlət rəhbərliyi olaraq bir dənə baxsaq, artıq ciddi şəkildə töhfə siyasəti icra edilir. Yəni, xalqın inkişafı, bölgələrin inkişafı, çiçəklənməsi, Azərbaycanın özünə məxsus gözəl bir mövqeyə gətirilib çıxarılması və biz də yerlərdə xalq olaraq bu töhfəni artıq fikirləşməyə. Çünki töhfəni avtomatik olaraq kapitalist verməyə başlayır. Orada bir faiz əmsalı artıq itir. Çünki mən bugün yeməyim var, qarnım toxdur, geyimim var, miniyim var, başımın üstündə gözəl bir damım var, deyək ki. Mən artıq Rolls-Royce almaq arzusuyla yaşamıram. Çünki artıq o mənə çox cılız bir arzu gəlir. Özümə hörmətsizlik eləmiş olaram, mənə cılız gəlir o. Mən artıq həzz almağa başlayıram, mənimlə fəaliyyət göstərən, ortaq biznesimiz üçün, işimiz üçün fəaliyyət göstərən, əmək sərf eləyən insanlara töhfə vermək və yaxud da ki, bölgələrdəki insanlara yardım etmək, dəstək olmaq. Çünki mənim üçün bu vəsait çoxdur, mən və onu başlamalıyam paylaşmağa, onları da yüksəltməyə. Son olaraq gənclərin doğru bildiyi biznes haqqında yanlışlar nələrdir Azərbaycanda? Danışırıq bizdən və həmçinin buradan öz yolunu biznesdə görən gənclərimizə hansı tövsiyələrinizi vermək istəyərdiniz? Mənə elə gəlir ki, gənclərin doğru bildiyi yanlışın başında gələ bilər o erkən evlilikdən qaçmaq kimi bir məsələ. Yəni, imkanın yoxdursa, pulun yoxdursa evlənmə. Mən pulum olmadığı zaman evlənmişəm və bundan heç bir zamanda peşmançılıq duymamışam. Ticarətə deyək, işə də o cür başlamışam. Yəni, pulum olmadığı zaman. Bunu heç vaxt düşünməsinlər. Əsas vəsaitin olması deyil. Əsas, yenə də üstünə nida işarəsi ilə, üstündə, yanında yox, sonrasında üstündə nida işarəsi ilə qeyd eləmək istəyirəm ki, risk qabiliyyəti, cəsarət qabiliyyəti və əhatə atılsınlar. Hər zaman bunu deyirəm, öhdəlik götürsünlər. Müəyyən insanlar gənclər arasında var ki, o onsuz da iş adamı olacağını bilir. İş yeri açacağını və pul qazanacağını bilir. O bilir ki, mən o olacağım. Bunun da mənim üçün ən böyük nümunələrindən biri, bayaq qeyd etdiyim kimi Fahindir, salam olsun ona. Atılmaq, sadəcə gecikdirməsinlər. Yəni 30 yaşı gözləməsin bunu eləməkdən ötürü. 29 yaşı gözləməsin hər nəysə. Çünki o bilir ki, gec-tez olacaq. Atılsın. Atılsın işə, yetər ki, başlasın. İş birinci növbədə böyükdən başlamır. Şərt o deyil ki, sənin 100 minin olsun, 50 minin olsun, sən bir obyekt açasan, sən bir yer açasan. Xeyr, bu deyil. Hər hansı bir məsələ, sən hansı rayondansansa və ya Bakının hansısa bir kəndindən-sənsə, orada olan qeyri-adiliyi götürüb, aparı digər yerdə satmaqla da başlaya bilərsən. Yetər ki, səni ətrafındakılar, sənin işin gücün yoxdur,
Get bir dənə şirkətdə işlə, bir dənə yerdə işləyirsən, sənin nəyinə lazımdır? Bunun vergisi var, bunun sənəd sünədi var, idarə edilməsi var. Bu cümlələrə, bu fikirlərə qulaqlarını yumsunlar. Çünki o artıq özünün o potensialının fərqindədir. Bilir ki, mən o olacam və mən oyam, atılsın. Qulaqlarını yumsun və atılsın. Ola bilər birinci il əziyyət çəkəcək, ikinci il ola bilər alınmayacaq. Amma üçüncü il o olacaq və bu 7 il, 8 il, 10 il sonra başlamaqdan daha yaxşıdır. Və o 1 il, 2 il sənin əziyyət çəkdiyin əslində sənin bir təlimindir. Sən öyrənmiş olursan, sən sınamış olursan, çəkişmiş Biznesi çünki başqa cür öyrənə də bilməyəsən Eynən, eynən. İçində olub da işləsən belə o biznesin arxa tərəfində olduğu, nələr baş verdiyini bilə bilmərsən neçə illər. Atılsınlar. Mən şəxsən çox insanlar olub, onların biznesə başlamalarında o mentor rolunu oynamışam. O cəsarət verici rol oynamışam. Bugün buradan salam olsun Çınar Yayımları. Bu bizim fəxrimizdir. Bugün Çınar Yayımları artıq Özbəkistanda geniş bir vüsətlə inkişafdadır və böyük bir rəğbət görür. Bu Made in Azərbaycandır, bu bizimdir. Buna sahib çıxmaq lazım və mən bu cür insanları və onlar gəncdir, hələ də gəncdilər, çox erkən və gənc vaxtlarında başladılar. Demək olar ki, hər gün görüşərdik biz və biraz çəkinmələrinə baxmayaraq mən onlardan əl çəkmədim. Çünki o işıq var idi onlarda. Mən onlardan əl çəkmədim. Edəcəksiniz, alınacaq, olacaq. Və çox böyük vüsət qazandılar, çox böyük sürət qazandılar. Bu cür insanları aparmaq lazımdır gənclərlə danışmağa. Mən buradan səslənirəm universitetlərə, təhsil qurumlarına, iş adamlarını, müvəffəq iş adamlarını dəvət edin. Gənclərlə onlar söhbət eləsinlər, danışsınlar, suallarına cavab versinlər, onları cəsarətləndirsinlər. Bəlkə də İqtisadiyyat Universitetinin hansısa bir fakültetində və yaxud da ki, bir neçə fakültet bir araya gələrək bir məruzə təşkil edilə bilər, bir qarşılıqlı müzakirə təşkil edilə bilər və bəlkə də onların içərisində, o yüzlərlə tələbənin içərisindən 40 nəfər müvəffəq iş adamı çıxacaq. Ancaq onlar həmin vaxtı o institutun 3-cü kursunda, 4-cü kursunda təhsil aldıqları zaman cəsarət əksiklikləri var. Motivasiya, ruh əksiklikləri var. Və sən onlara misal olsan, sən onların suallarına cavab versən, bəlkə də 4 il ərzində o kitablardan aldığından daha çoxunu minlərlə kitab oxumuş, minlərlə insanlarla, iş adamları ilə ünsiyyətdə olmuş birinin nitqindən süzülüb gələn o stержень deyirik. Onu alacaq və bəlkə də institut bitirmədən hələ başlayacaq işə. Yəni bəzən bir cümlə belə onun həyatını dəyişir. 4 il aldığı, oxuduğu kitablardan daha çox olur. Eynən. Mən bundan ötürü təkidlə universitet rəhbərliklərindən tələb tərkibli xahiş edirəm. Bunları təşkil etsinlər. Amma təəssüf ki, hal-hazırdakı dövrdə universitetlər işçi yetişdirirlər, iş sahibi yox, sahibkar yox. Elə o sizin dediyiniz kimi də o fikir düzgün formalaşmalıdır ki, daha çox startaplar indiki nəsillərə bunlara atılmalıdır, vaxtında bu işlə məşğul olmalıdır. Nəyisə yoxlamalıdırlar universitet vaxtından ki, bir start eləyim də, bir hardasa bir başlanğıc eləyim. Hə, sən uğurqa birinci alınmayacaq, 2, 3, 4, 5, amma ona bir motivasiya verən mentor doğrudan da var. Mentor kəmliyi var. Bizdə mentoru yoxdur məsələn. Demək olar ki, yox səviyyəsindədir. Çünki bəzi mentalitetimiz, əfsuslar olsun ki, mental keyfiyyətlərimiz buna imkan vermir. Doğrudur. Ki, mən niyə hansısa bir gəncə tələbəyə məsləhət verim? Yox. Yəni ona belə vaxt ayırmağa Mən böyük sevgi ilə, mən böyük həzz və sevgi ilə bunu edərdim. Onların sayı çox olsa, cavanlar real təcrübədən gördüyü insanlardan, uğurlu olan suallarına insanlardan cavab alacaq. Bir sual, bir qıvılcım alsalar məsəl üçün, sabahlarım onlar da eyni. Onun kimi Təbii ki. Məsələn, Sübhan Qaragözov var, Respublikamızın çox keyfiyyətli mentorlarından biridir. Dəvət edilməlidir bu cür insanlar. Tələbə 3-cü kursda artıq hədəfini müəyyən edə bilməlidir. Suallarına cavab verilməlidir və sualına cavab tapmalıdır. Çünki bilirsiniz nəyə bənzədirəm bəzən bunu? Biz kişilər dostlarla oturduğumuz zaman, siz də yaşamışsınız bunu. Əminəm ki, hər kəs yaşayıb. Hansısa bir dostumuz zəng eləyər, soruşur. Hardasan?
filan yerdə oturmuşuq. Kimlər var? 8 nəfər olsa 8-in adını sayacaq o dostuna. Filan kəs var filan. Hə salam deyən, salam deyəcək. Bunlar salam deyir. Filan kəs sənə salam deyir. Nə edirsiniz? Çay içirik, yemək yeyəcəyik. Sonra nə edir? Yəni hesabat verəcək. Biz dostumuz zəng eləyəndə geniş bir hesabat veririk. 5 fərqli dostumuz zəng eləsə eyni sualın hamısına cavab verəcəyik. Bir fərqli məsələ, niyə bu misalı çəkdim? Evdən zəng eləsələr. Başqa idi. Yox, biz necə yoldaşımız zəng eləsə cavab vermək istəmirik. Əziyyət gəlir. Oturmuş, bilirsiniz çox qəribədir. Uşağın oturmuşuq, vəssalam. Mən buna hər zaman əks çıxmışam. Mənə zəng eləndə dostumun zəngindən daha geniş cavabı ora verirəm. Niyə? Çünki mən ona cavab verməsəm, o özü cavab tapacaq suallarına. Yəni, nədir ki sıxıntı? Uşaqların anası başının tacı. Ver də suallarına cavab. Üzüyünün qaşı mı düşəcək? O, hansısa birindən aşağıdır mı dərəcə olaraq sənin üçün? Yox. Ver rahat cavabı da. Nə olacaq? Sən cavab verməsən, o özü cavab tapacaq suallarına. Və gəldiyin zaman bütün orada yaşadığın əyləncə, belə deyək, burnundan gələcək. Ver də cavab. Görmək istəyir kimlər var orada. Mən heç bundan narahat olmaram. Buyur, bax kimlər oturub. Niyə də ki, nə olacaq ki? Nə olacaq? Mənim gələcəyimi yetişdirən insandır bu insan. Niyə geniş-geniş mən ona cavab verməyim? Gəlirəm nəyə? Tələbələr də bu qabildəndir. Tələbələr duyğusaldır. Tələbələr həssasdır. Tələbələr gələcəkdir. Bugünün hansısa bir tələbəsinə sən bir fikir bildirirsənsə, bəlkə də o fikir 15-20 il sonra sənin xalqının müəyyən müqəddaratına təsir edəcək bir insanın beyninə düşəcək. Ona görə də tələbəyə sən cavab verməsən, tələbə özü cavab tapmağa çalışacaq və bu onun 5, bəzən 10 ilini ala bilər. Və bu itkidir məndən ötürü. Bu baxımdan 3-cü dəfə təkid, tələb, tərkibli bu dəfə xahiş edirəm, universitet rəhbərlikləri buna yönəlsinlər. İnstitut rəhbərləri, araşdırma mərkəzləri bunlara yönəlsinlər. O geniş, o gözəl təcrübəsi olan insanları dəvət etsinlər, tələbələr öz suallarına cavab tapsın. Və yenə də buradan bütün tələbələrə səslənirəm, sizi sevirəm, hər zaman dəstəkçinizəm, çəkinməyin öhdəlikdən, atılın öhdəliyə. Çox sağ olun gəldiniz, çox sağ olun sağ olun. dəvətimizi qəbul ediniz. Maraqlı söhbət oldu mənim üçün də. İşlərinizdə bol-bol uğurlar. Təşəkkür edirəm. Mən sizə uğurlar arzu edirəm. Daha çox faydalı olan sahələr üzrə təqib edirəm sizi ki, insanları dəvət edirsiniz. Rəğbətlə qarşılayıram, uğurlar arzulayıram. Minnətdaram. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxadınız. Gələcək bölümlərimizdə qonaq qismində kimlər görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib dostlarınıza paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.